Peygamber istəyir Məkkədən getsin Mədinəyə, hicrət etsin. Əmirul Müminin getdi Peygamberin yerində yatdı. Gedəndən qabaq Peygamber bir söz dedi. Ya Əli, gedirəm mənim yerimdə yatan, amma bəlkə səni öldürdülər. Çünki onlar belə bilirlər mənəm orada. Onlar da gəlirlər məni öldürsünlər. Əmirul Müminin nə gözəl cavab dedi. Dedi, ya Resulallah, həl uhibbul həyatə illa li xidmətik və lula zalik ləma əhbəbtu ən əişə saətən vahidə. Dedi, ya Resulallah, Allah'dan ömür istəmişəm sənin yolunda xidmət edəm. Əgər olmayaydı bu ki, mən din yolunda olam, olmayaydı bu ki, mən Peygamberin yolunda çalışam, Allah məni bir an diri qoymasın. Ya Resul, mən ölümdən ölən bir insan deyiləm. Muvəddinən nəfsi lil qəhr, sən özümü hazırlamışam, məni öldürsün də şəhadətə yetişim. Əli'nin duası bu idi. Deyərdi, Vallahi inni lə muhibbun li şəhadə. And olsun Allaha ki, mən şəhadətə nə qədər eşqi əlaqəm var. Bu Əli ölümdən qorxan bir insandır. Nəhcül Bəlağənin 53-cü məktubundadır. Malik Əşləri Misrə göndərəndə Əmirul Müminin tövsiyələr edir. Axırda sonuna bir dua edir. Deyir Malik Əşlər, Əsəlullahə bi səəti rəhmətih və əzimi qüdrətih. Deyir Malik Əşlər, o qüdrətli Allah'tan, o rəhim, mehraban Allah'tan bir istədiyim var. Nədir o ya Əli? Ən yəxtimə li və ləkə bis səadəti və şəhadə. Malik Əşlər, Allah mən və sənin son anımızı, ömrümüzün axırını səadət etsin və şəhadət etsin. Əmirul Müminin bu duası həm öz haqqında qəbul oldu, həm Malik Əşlərin haqqında ikisi də şəhid oldular.